maqnezium OH2. Məsələn, uşaqlar, ferium OH2, nə bilim, ferium OH3, sink OH2, alüminium OH3, bilirsiniz də. Bunlar artıq zəif əsaslardır. Kuprum OH2, nə bilim, NH4OH. NH4 düzdür, suda həll olandır, amma NH4OH zəif əsas. Bunlar uşaqlar, zəif əsaslar. Ona görə siz qüvvətli əsas nədir bilməlisiniz, zəif əsas nədir bilməlisiniz. Qüvvətini biləndən sonra zaten yerdə qalanlar zəif olacaq, onu da elə öyrənə bilərsiniz. Bir də uşaqlar, zəif turşular var, qüvvətli turşu, zəif turşu. Qüvvətli turşulara misal göstərin, artıq tanıyırsınız qüvvətli turşuları. Kim misal göstərər? Məsələn, sulfat turşu. Məsələn, nitrat turşu. Məsələn, xlorid turşusu, bromid turşusu, nə bilim, yodid turşusu, perxlorat turşusu, fluorat turşusu. Bunlar hamısı nədir? Qüvvətli turşu. Bir də var uşaqlar, zəif turşu var. Zəif turşulara hansılara aiddir? Zəif turşulara aiddir səmaya. Deyə bilərsən, H2S, H2CO3, məsələn, H2S zəif turşudur. H2CO3 zəif turşudur. H2SO3 məsələn, zəif turşudur. H2 silisium O3 məsələn, zəif, üzvü kimi də öyrənəcəyiniz sirkə turşudur, məsələn, zəif turşudur və s. Qüvvətli turşu, zəif turşu, qüvvətli əsas, zəif əsas. Bunları bilməliyik ki, hidrolizdə əziyyət çəkmirik. Yenə baxın. Bunları bilməliyik ki, biz hidrolizdə əziyyət çəkirik. Buraya qədər çətinliyimiz var? Yox. Uşaqlar, indi danışaq. Deməli, hidrolizin gəlin reaksiyaları ilə yazaq, başa düşün. Birinci, siz hidrolizdə sizə testlərin 80% mühitlərdir. Duzu verir, deyir, hansı mühit yaranır. Duzu verir, deyir, hidrolizindən hansı mühit yaranır, onu bilməlidir. 80% testlər belədir. Bəzi testlər də var, orada hidroliz reaksiyalarını istəyir. O da əsasən 4-cü qrupda, 1-ci qrupa da gələ bilər. 1-də biraz ehtimalı azdır. 4-də çox vaxt düşür, elə yazı tələb olunur, ətraflı sual, situasiya kimi. Məsələn, reaksiya verir, deyir, bunun hidrolizinin 1-ci mərhələsinin tutaq ki, qısa ion tənliyini yaz, 2-ci mərhələni yaz və s. Uşaqlar, birinci, gəlin baxaq, birinci şərtə görə baxaq. Birinci şərt hansıdır? Qüvvətli əsas, zəif turşudan əmələ gələn duz. Gəlin bu duzlara aid 1-2 nümunə göstərək. Məsələn, bir neçə nümunə göstərək. Əsası qüvvətli olsun, turşu hissəsi zəif. Məsələn, uşaqlar, natrium əsas qüvvətlidir, CO3 zəif. Natrium 2CO3 qüvvətli əsas, zəif turşudan əmələ. Uşaqlar, kalium qüvvətlidir, S zəif. Kalium 2. Məsələn, uşaqlar, natrium qüvvətlidir, PO4 zəifdir. Natrium 3. Başa düşürsünüz nə demək? Və s. Əsası güclü, turşudur zəif. Və s. Fikrimi çatdıra bilirəm. İndi bu tip duzlar necə olacaq? Bunların hidroliz uğrayanda mühit nə olacaq? Yəni, birinci onu araşdır. Uşaqlar, mən bayaq bir cümlə işlədim. Dedim, hidroliz nəyə görə gedir? Güclüyə görə, yoxsa zəifə görə? Kim deyər? Bayaq bir cümlə işlədim. Zəifə görə. Hidroliz zəifə görə gedir. Hidroliz zəifə görə gedir. Yaxşı, uşaqlar, bəs mühit nəyə görə yaranır? Yadda saxlayın. Hidroliz zəifə görə gedir. Mühit güclüyə görə yaranır. Diqqətli olaraq. Hidroliz zəifə görə gedir. Mühit güclüyə görə yaranır. Burada qüvvətli olan hansıdır? Əsasdır, yoxsa turşudur? Qüvvətli olan burada əsasdır yazmışım. Onda mühit nə olacaq uşaqlar? Mühit əsasi və yaxud əsası mühitə nə deyirlər? Qələvi. Mühit olacaq qələvi. Uşaqlar, qələvi mühitdə, lakmus siz bilirsiniz, qələvi mühitdə lakmus hansı rəngə boyanır? Lakmusun rəngi göy olur. Qələvi mühitdə lakmusun rəngi göy olacaq. Qələvi mühitdə lakmusun rəngi göy olacaq. Uşaqlar, deməli, pH deyilən anlayış var. pH-metr adlanan cihazla ölçülür. Loqaritma ilə hesablanmış qiyməti var. Loqaritma ilə hesablanır pH. Qiyməti 7-yə bərabərdir. Amma mühitlərdə o dəyişə bilər. Yəni 7-dən kiçik də ola bilər, 14-ə qədər 7-dən böyük də ola bilər. Və hər bir mühitin də, belə deyək, pH-ı var. İndi tək biz burada belə deyirik. Orqanizmdə də, məsələn, siz biologiya 4-cü qruplar bilir, məsələn, tutaq ki, mədənin öz mühiti var. Mədədə pH mədədə, mədə turş mühitdir, məsələn. Orada pH 7-dən kiçikdir. Məsələn, qələvi mühitdə pH, siz belə yadda saxlayın. Əgər mühit neytral olsa, orada pH 7-dir. Mühit qələvi olsa, qələvi mühitdə pH-ın dəyəri 7-dən böyük olur.
Turş mühitdə isə pH-ın qiyməti uşaqlar 7-dən kiçik. Bunu yadda salın. İndi bizdə mühit qələvi olduğuna görə deyirik ki, pH-ın qiyməti 7-dən nə olacaq? Böyük. Məsələn üçün deyirəm, tutaq ki, pH digər məsələn, hansı duzda pH-ın qiyməti 7.5 olar? Məsələn üçün deyirəm, elə sual görməmişəm, ümumiyyətlə deyirəm. pH 7.5 deyirsə, deməli siz dərhal düşünməlisiniz ki, 7-dən böyük qələvi mühitdir. Qələvi mühitə uyğun duzu axtarmalısınız. pH 7-dən böyük olur qələvi mühitdə. Uşaqlar, mən bayaq dedim ki, hidroliz nəyə görə gedir? Zəifə görə. İndi burada siz mənə deyin görək, zəif turşudur, yoxsa əsasdır burada? Zəif hansıdır burada? Turşu. Turşu. Turşu katyondur, yoxsa aniyondur? Kim deyər? Turşu katyondur, yoxsa aniyondur? Anion. Anion. Deyirsiniz ki, aniyona görə hidroliz edir. Aniyona görə neyini? Hidroliz edir. Aniyona görə hidroliz edir. Zəif olan hansıdırsa hidroliz ona görə gedər. Aniyona görə deyirsiniz hidroliz edir. Yaxşı uşaqlar. Hidrolizdə də burada H və OH iyonları əmələ gəlir. Bu H və OH iyonları da bunlar elə bir ki, su ilə birləşəndə orada H və OH iyonları var. İndi reaksiyada da görəcəyik. Uşaqlar, sizcə qələvi mühitin göstəricisi H iyonlarıdır, yoxsa OH iyonları? Qələvi mühitdə hansı iyonlar çox var sizdə? H yoxsa OH? OH. OH deyirsiniz burada OH iyonlarının sayı H iyonlarının sayından çoxdur. Bunları yadda salın. İndi uşaqlar, hidrolizin reaksiyada yazacaq. Hidrolizin mərhələsi var. Deyə bilir ki, bizə, məsələn, filan duz neçə mərhələdə hidroliz edir? Bax, bunu da qayda kimi yadda saxlayın. Hidrolizin mərhələsi. Hidroliz nəyə görə getdi? Qüvvətliyə görə, yoxsa zəifə görə? Hidroliz nəyə görə getdi? Kim deyər? Zəifə görə. Zəifə görə. Hidrolizin mərhələsi zəifin valentinə bərabər olur. Hidrolizin mərhələsi, neçə mərhələdə hidroliz etmək? Zəifin valentinə bərabər olur. İndi birinci duzu üçün mənə deyin görək, zəif karbonatdır. Karbonatın valenti neçədir? Karbonatın valenti neçədir? 2. Karbonatın valenti 2-dir. Deməli, 2 mərhələdə hidroliz edir. İkinci duzda uşaqlar zəif hansıdır? İkinci duzda. İkinci duzda zəif hansıdır? Kalium 2S. Neçə mərhələdə hidroliz edir? 2 mərhələdə. 2 mərhələdə. Üçüncü duzda natrium 3PO4-də uşaqlar zəif hansıdır? 3 mərhələdə. 3 mərhələdə hidroliz edir. İndi gəlin natrium 3PO4-ün hidrolizinin necə getdiyini bir baxın. Və bunlarla bağlı sual gələ bilər. Baxın. Uşaqlar, natrium 3PO4 yazıram. Hidroliz eləmək üçün mən bunun üstə nə gəlməliyəm? Su gəlməliyəm. Suyu da burada HOH kimi göstərdilər. HOH kimi yazdım. Və hidrolizdə uşaqlar dönər prosesdir. Nəzərinizdə olsun bu şəkildə qoyun. İndi birinci nə baş verəcək burada? Burada hidrolizə uğrayanda, bu duz hidrolizə uğrayanda, buradakı natriumun biri, yəni burada natriumun biri OH-la birləşir. Əmələ gələcək natrium OH. Suda OH getdi, natriumla birləşdi. Bir dənə H qaldı. Həmin H itən natriumun yerinə gəlir. Natrium 3PO4 idi uşaqlar. Bir dənə natrium gedəndən sonra orada nə qalacaq? Natrium natrium 2, bir dənə natrium getdi, 2 dənə natrium qaldı. Olacaq natrium 2 H. Onda siz mənə deyin görək, bunun hidrolizinin birinci mərhələsində necə duz alındı uşaqlar? Turş duz alındı. Testdə sual düşə bilər ki, hansının hidrolizinin birinci mərhələsində turş duz alındı? Turş duz alınması üçün hidroliz turşuya görə getməlidir. Əsası duz alınması üçün hidroliz əsasa görə getməlidir. İndi müəllim, deyə bilərsiniz ki, müəllim, bütün, məsələn, turş mühit verən, bütün duzların, yəni zəifə görə gedən, turşusu zəif olan bütün duzlar turş duz verə bilər, hidrolizin birinci mərhələsində. Xeyr, uşaq. Məsələn, mən burada birdən zəif, bir əsaslı turşu yazsaydım. Siz bilirsiniz, bir əsaslı turşular turş duz verə bilir. Turş duzu verməsi üçün turşunun əsaslığı nə olmalıydı? Birdən böyük olmalı. Burada da H3PO4 bilirsiniz, 3 əsaslıdır. Birdən böyük olduğuna görə nə verəcək? Turş duz bizə verəcək. Yəqin ki, bunu başa düşdük. Deməli, davam eləyək. İndi bunu yazdıq. İndi gəlin, deməli, birinci yazılan tənlik uşaqlar bizdə adlanır molekulyar tənlik. Birinci yazılan tənlik bizdə adlanır molekulyar tənlik. İndi başlayırıq
biz bunu necə ki dissosiasiya ion mübadiləsində eləyirdik o şəkildə. İonlarını ayırmaq, tam ion tənliyini yazmaq. Necə olacaq uşaqlar? Siz deyin, mən yazım. Natrium 3PO4 ionlarını ayırıram. 3 dənə natrium müsbət, 3 natrium müsbət. Üzərinə gəlinsin nə olacaq? PO4 3 mən. HOH-ı ayıraram, yoxsa olduğu kimi saxlayıram? Olduğu kimi saxlayıram. Yenə deyirəm, amma sualların əksəriyyəti, xüsusən birinci qrupda mühitləri istəyir. 4-də də istəyə bilərəm. Amma elə suallar ola bilər ki, orada reaksiyanı istəsin, ona görə bunu yazıram. Deməli, bu şəkildə yazdım. Sonra nə edəcəm? Sağ tərəfi də ionlara ayırıram. Natrium müsbət, OH mənfi. Natrium 2HPO4-ü də ionlara ayırıram uşaqlar. Necə olacaq? 2 dənə natrium müsbət, üzərinə gəl HPO4. Üstündə neçə mənfi yazmalıyam? Baxın bir dənə. Görün, anlaya bildiniz yoxsa? Uşaqlar, bu yazdığım tam ion tənlidir. İndi islah aparıram, oxşar ionları aparıram. Oxşar ionlar getsə, 3 dənə natrium burada var. 1 natrium burada, 2 natrium burada. Bunlar getdi. Yekunda nə qaldı uşaqlar? Qaldı PO4 3 mənfi. Üzərinə gəlinsin HOH. Sağ tərəfdə nə qaldı uşaqlar? OH mənfi, HPO4. Baxın. Bu oldu bizdə birinci mərhələ. Birinci yazdığım birinci mərhələnin molekulyar tənliyidir. İkinci yazdığım birinci mərhələnin tam ion tənliyidir. Üçüncü yazdığım da qısa ion. Bax, bu hissə bura qədər anladınız yoxsa yox? Anladınızsa ikinci mərhələ başlasın. İkinci mərhələ necə gedəcək? Birinci mərhələdə hansı duz əmələ gəlmişdir? Natrium 2 HPO-dur. Bunu başqa rəhmə yazın. Həmin duzun üzərinə HOH yazıram. Yenə də burada natrium nə edəcək uşaqlar? Bir dənə OH-la birləşir. Olacaq natrium OH. İndi natriumun biri də getdisə, neçə dənə natrium qalacaq? Bir dənə natrium qalar, yerinə bir dənə də hidrogen gələr. Sudakı HOH-dakı OH getdi, hidrogen gələr yerinə. Olacaq natrium H2PO. Bu oldu hansı tənlik uşaqlar? Bu oldu molekulyar tənlik. Başlayıram bunu ionlara ayırmağa. 2 natrium müsbət, üzərinə gəl HPO4 mənfi, HOH. Sonra başlayıram bunu ionlara ayırmağa. Bunu ionlara ayırsam necə olacaq? Natrium müsbət, OH mənfi, üstə gəl natrium müsbət, H2PO4. Bu oldu bunun tam ion tənliyi. Bundan sonra uşaqlar nə edəcəm? Bu oldu tam ion tənliyi. Bundan sonra başlayacağım oxşar ionları aparmağa. Oxşar ionları islah aparsam 2 natrium, natrium, natrium gedəcək. Nə qalacaq burada? HPO4 2 mənfi, üzərinə gəl HOH. Olacaq OH mənfi, H2PO. Bu da ikinci mərhələnin qısa ion tənliyi yazın. Baxın bir dənə. Hətta mən bayaq sizə bir şey dedim. Dedim, qələvi mühitdə hansı ionların sayı çox olur? OH. Fikir verin, birinci mərhələnin də sonunda OH ionları, ikinci mərhələnin sonunda da görürsünüz OH ionları. İndi üçüncü mərhələni yazacağım. Üçüncü mərhələ necə gedəcək uşaqlar? İkinci mərhələdə bu tuş duz alınmamışdı. Həmin tuş duz təzədən su ilə reaksiyaya girəcək. Onda orada belə olacaq. Qalib necə olacaq orada? Olacaq natrium H2PO4. Üzərinə gəl HOH. Uşaqlar nə alınacaq? Yenə də natrium, o natrium da su ilə, OH ilə natrium OH. Yerdə qaldı. H2PO4 idi. Hidrogen də gəldi yanına oldu nə? H3PO4. Bu şəkildə. Oldu H3PO4. Uşaqlar, indi bunu ionlara ayırırıq. Natrium deməli olur müsbət H2PO4 mənfi. HOH. Suyu ayırmırıq ionlara. Natrium müsbət OH mənfi. H3PO4-ü də normalda H3PO4 ionlara ayrılan maddədir, bilirsiniz. Amma burada zəif elektrolit kimi götürülür. Ona görə bunu ionlara ayırmırıq. Olduğu kimi saxlayırıq. Üzərinə gəl H3PO. Sonradan oxşar ionları aparıram. Natriumlar gedir. Yekunda nə qalır? Yekunda qalır H2PO4 mənfi, HOH bu şəkildə. Burada da olur OH mənfi, H3PO.
Bu da oldu 3-cü mərhələ. Bu şəkildə reaksiya gedir. Görün, bu hidroliz mərhələlidir, 3 mərhələdə gedir. Görün uşaqlar, burada qaranlıq qalan nəsə varsa deyin. Yoxdursa 2-ci duza keçin. Baxın bir dənə. Bir dənə baxın uşaqlar. Görün, burada qaranlıq qalan, başa düşmədiyiniz, sizə çətin gələn nəsə oldu? Yəni, baxın. Xeyr müəllim. Tam başa düşdüksə hamı davam edək. Hər iki Zeynəb başa düşür, bacılar, Lənkəran Aysu, Bakı Aysu. Bəli. Yaxşı, tamam. Keçək ikinci. İkinci duz hansı idi? İkinci kateqoriyaya aid olan duzlar zəif əsaslar, qüvvətli turşu. Zəif əsas, qüvvətli turşu. Zəif əsas, qüvvətli turşu. Zəif əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Zəif əsas, qüvvətli turşudan əmələ gələn duzlara biz nəyi misal göstərə bilərik? Məsələn, sink zəif əsasdır, SO4 qüvvətli turşu. Götürə bilərəm. Mis zəif əsaslı uşaqlar, NO3 qüvvətli turşudur. Götürə bilərəm. Alüminium zəif əsaslı, xlor qüvvətli turşudur. Götürə bilərəm və s. Daha indi hamısını yazıram. Məncə bura qədər çətinliyimiz yox. Gəlirəm bunun mühitinə. Deməli, mühit nə olacaq? Bayaq dedik ki, mühit nəyə görə tapılır? Zəifə görə. Bunun zəifi hansıdır uşaq? Üzr istəyirəm, zəifə görə yox. Mühit nəyə görə tapılır dedik? Qüvvətliyə görə. Burada qüvvətli olan hansıdır uşaqlar? Burada qüvvətli olan hansıdır? Turşu. Turşu. Mühit turş. Uşaqlar, turş mühitdə lakmus hansı rəngə boyanır? Kim deyər? Lakmusun rəngi. Qırmızı. Afərin. Qırmızı. Turş mühitdə lakmus qırmızı. Uşaqlar, dedik ki, turş mühitdə pH-in qiyməti 7-dən nə olur? Kiçik olur. Qələvi mühitdə böyük, turş mühitdə kiçik. Uşaqlar, burada hidroliz nəyə görə gedər? Hidroliz dedik, zəifə görə gedər. Burada zəif əsasdır. Əsas kation sayılır, anion sayılır. Əsas kation sayılır, yoxsa anion? Kation. Kation. Məsələn, burada zəif sinkdir, misdir, alüminiumdur, kation. Yazıram bura kationa görə hidroliz edir. Kationa görə hidroliz edir. Kationa görə hidroliz edir. Yadlasaq. Bunu da yəqin bildiniz. Uşaqlar, burada mənə deyin görək. İndi H iyonları çox olar, yoxsa OH iyonları? Burada turş mühitdir. Turş mühitdə hansı iyonlar çox olur? H müsbət. Hidrogen. Bəli, H müsbət, OH mənfidən çox. Yəqin ki, bunu başa düşdüm. H müsbət, OH mənfidən çox. İndi uşaqlar, mən sizə desəm, birinci duz neçə mərhələdə hidroliz edərsiniz? Nə deyərsiniz? Onun zəifi hansıdır? Birinci duzun zəifi. Sinkdir. Dedim ki, zəifin valentinə baxırsınız. Sinkin valenti neçədir? 2. 2. Deməli, siz 2 mərhələdə edir. İkinci duz neçə mərhələdə hidroliz edir? İkinci duz neçə mərhələdə hidroliz edir? O da 2 olacaq da mən. O da 2 olacaq. Üçüncü duz neçə mərhələdə hidroliz edəcək? 3 mərhələdə. O 3 olacaq 3 artıq. mərhələdə, düz. İndi gəlin uşaq, bir dənə duz yazaq, elə 3-cü duzu yazaq, onun 3 mərhələdə hidrolizini bir yerdə baxaq, analiz edək. Alüminium xlorid duzunun hidrolizinin tənliyini yazaq. Alüminium xlorid duzunun hidrolizini. Yazıram bura alüminium xlor 3 üzərinə gəl H. Uşaqlar, indi bunun hidrolizindən sizdə necə duz əmələ gələr? Alüminium valenti 1-dən böyükdür, axı bunun hidrolizi alüminiuma görə gedər. Alüminium da valenti 1-dən böyük olduğuna görə hidrolizin birinci mərhələsindən necə duz əmələ gələr? Kim deyər? Alüminium valenti 1-dən böyük olduğuna görə. Hidrolizin birinci mərhələsindən necə duz alınır? Təbii ki, əsası duz alınır. İndi gəlin yazın. Bayaq turş duz alındı. İndi burada elə bir ki, belə düşünün. Turş mühit olanda əsası duz alınır. Əsası mühit olanda turş duz alınır. Bunları belə yazırlar. Amma valent 1-dən böyük olmaq şərti. İndi uşaqlar, gəlin bu reaksiyaları yazaq. İndi birinci nə baş verəcək? Burada hidrogen xlorun elə bir ki, birini çəkəcək özünə. Burada alınacaq H xlor. Üstünə gəl. Alüminium xlor 3-dən bir dənə xlor getdi, hidrogenlə birləşdi. 2 dənə xlor qalıb, suda da OH qalıb. OH gəlir itən xlorun yerinə. Olacaq alüminium, OH, xlor. Oldu, hansı tənli uşaq var mı?
Başlayıram iyonlara ayırmağa. Alüminium, siz kömək eləyin mən yazım. Necə yazacağam? Alüminium 3 müsbət. 3 xlor mənfi, Hı -hı. HOH,